Hər vaxtınız xeyir əziz tələbələr. Bu gün sizə 2027-ci il buraxılış imtahanında tətbiq olunacaq yeni ingilis dili modeli haqqında izah verəcəm. Bildiyiniz kimi 2019-cu ildən etibarən tətbiq olunan oxu və dinləmə materiallarındakı açıq suallar artıq yığışdırılıb. 2027-ci il, yəni gələn ildən bizi yeni bir format gözləyir. Deməli, birincisi listening-dən başlayaq. Dinləmədə bizi necə suallar gözləyəcək? Əvvəla ilk sualımıza baxaq. Mətn nə haqqındadır sualı. Bunu zaten bilirik. Əvvəldən də var idi. İkinci, bizə verilən suala cavab tapmalıyıq listeningdə. Üçüncü isə cümlə tamamlamadır. Dördüncü sual 9-cu sinif buraxılış imtahanından bizə əslində tanışdır. Lakin 11-ci sinifə hələ indi düşəcək ilk dəfə. True false sualıdır. Yəni 4 dənə bizə statement verir və biz hansının doğru, hansının yanlış olduğunu tapmalıyıq. Bu sualın müsbət cəhəti ondadır ki, əgər siz birini yanlış tapsanız belə, üçünü doğru tapmısınızsa, yarı balla qiymətləndiriləcəksiniz. Əgər dördü doğrudursa, bu halda tam balla qiymətləndirilirsiniz. Gəlin elə listening izahını verək, daha sonra qrammatika blokuna keçək. Mətn nə haqqındadır sualını işləyərkən mətnin, yəni fərqi yoxdur, audio mətndir ya readingdir. Topic sentence, yəni ilk cümləyə baxmamız lazımdır. Məsələn, mətnin ilk cümləsinə nəzər yetirdikdə Parisdə Louvre muzeyindən danışdığı bəllidir. Baxın, burada qeyd olunub ən böyük muzeydir. İndi mətndə variantlarda tapaq. Məsələn, tarixi binalar. Xeyr, binalar deyil, bir binadan danışır. Məşhur muzeylər. Burada məşhur muzey olsaydı doğruydu. Çünki biz bir muzeydən danışacağıq. Amma burada muzeylər yazdığına görə bu yanlış olacaq. Daha sonra deməli, S variantında fransız rəssamlardan danışır və ya rəsm əsərləri. Xeyr, bizə lazımdır muzey. Deməli, A variantında burada deməli arxitektin, yəni mimarın həyatından danışacaq. Xeyr, bizə Louvre muzeyi lazımdır və o əlbəttə birbaşa o şəkildə yazıla bilməz. Onu təyin edicilərlə verəcək. Dünyanın ən geniş muzey şəklində qeyd olunub. Bir də doğru variant olacaq B variantı. İkincidə isə dəyərli daşlar niyə görə gizli bir şəkildə 2-ci Dünya müharibəsi ərzində köçürüldü. İndi mətnə baxaq görək niyə görə köçürülüb bu dəyərli daşlar. Baxaq, əlbəttə bu imtahanda audio olduğuna görə belə baxma şansımız olmayacaq. Deməli, dəyərli daşlar. Baxın, 2-ci Dünya müharibəsi ərzində Louvre-ın ən dəyərli daşları gizli şəkildə köçürülür. Nəyə görə? To avoid. Nazilərin deməli destroy dağıntılarından qaçınmaq üçün, ondan qarşısını almaq üçün köçürüblər. Baxaq, qoruyurlar onları nazilər tərəfindən olan dağıntılardan. Yəni həmin bu dağıntılardan qorumaq üçün onları köçürürlər. Doğru olacaq burada A variantı. Digərində onları nümayiş elətdirmək daha safe bir bölgədə və ya mümkün bombalanmalardan onları gizlətmək. Burada elə bir detal vermir bizə. D variantında yeraltı bir saxlama otaqlarına köçürmək, xeyr, yeraltı olduğu ilə də bağlı bir məlumatımız yoxdur. E variantında isə gizli bir müharibə dövrü sərgisi hazırlamaq, xeyr, sadəcə o nazilərdən qorumaq istəyirdilər. Mətndə qeyd olunub. Ona görə doğru variant olacaq A variantı. Üçüncü sualda isə Fransız inqilabından sonra Louvre-da nə baş verir? Fransız inqilabından sonra Louvre-da nə baş verdi? Okey, burada biz onu görə bilirik. Baxın, After French Revolution, Fransız inqilabından sonra rəsmi şəkildə ictimai muzey kimi açıldı. Was open as a public museum. Baxın, budur bizim üçün əsas cavab. Baxaq, qala kimi xidmət göstərməyə davam edir. Xeyr, ictimai muzey kimi açıldı. Doğru variant olacaq A variantı. Digər variantları tərcümə eləyək. Kral sarayı oldu yenidən. Xeyr, muzey olmuşdu. D variantında tarixi adını dəyişdi. Xeyr, yanlışdır. E variantında isə səyahətçilərə bağlandı. Əksinə açıq elan olunmuşdu. Deməli, doğru olacaq A variantı. Gələk listening and true false sualına. Birincisində bizə qeyd edilir ki, Louvre-dakı bütün incəsənət əsərlərini görmək üçün bizim üçün bir ay yetərlidir. Lakin mətnə baxdıqda burada 100 deyil, səni 100 gün lazım olduğunu baxın, deyir, bütün incəsənət əsərlərinə baxmaq üçün
100 gün. Bu bir ay olmadığına görə deməli bu false olacaq. İkincisinə baxırıq. Orijinal qalanın hissələri hələ də görünür. Orijinal qalanın hissələri. Okay, baxaq. Burada görə bilərik. Parts of original fortress are still visible. Visible nədir? Görünür deməkdir. Hələ də görünür. Və burada bu true'dur. Üçüncü sualda. Less daha az deməkdir. Rəsm əsərlərinin yarısından daha azı fransız rəssamlar tərəfindən çəkilibdir. Lakin over görürük burada. Yəni buradadır ki, həmin bu Louvre-dakı rəsm əsərlərinin yarısından over, çoxu fransız rəssamlar tərəfindən çəkilib. Yəni burada less yox, over olmalıydı. Ona görə false. True, false-un və listingin sonuncu cümləsinə keçirik. Bugün piramida əsasən dekorasiya kimi istifadə olunur. Biz burada görə bilərik ki, baxın. Burada it deyir, amma yuxarıdakı cümlədə söhbətin piramidalardan getdiyi baxın. Metal piramida var imiş muzeyin qarşısında. Və o dizayn olunmuşdu bir Çinli, Amerikalı rəssam tərəfindən və indi istifadə olunur, bugün istifadə olunur əsas giriş kimi. Amma burada nə yazıb? Dekorasiya yazılıbdır. Xeyr, əsas giriş kimi istifadə olunur. Burada decoration yox, main entrance olmalıydı. Ona görə də, baxın, bu hissədə qeyd olunur. Giriş. False olmalıdır. Testing suallarını bitirdik. İndi keçək qrammatika suallarına. Əvvəlki illərdə olduğu kimi 23 dənə deməli, 16 dənə qrammatika sualı düşmür. Əvvəl belə idi ki, açıq suallarımız readinglərdən var idi, listeninglərdən var idi, qrammatikada çox idi sual. İndi elə deyil. Gördüyünüz üzrə bir sualımız artikeldir, ikinci sualımız əvəzli idi. Amma bu sualı işləyəndə görəcəksiniz ki, burada daha çox söz bilmək lazımdır. Yəni, əsas sözməcan odur ki, qrammatik qaydaları əlbəttə öyrənməliyik, çünki bizim yazı blokumuzda var. Lakin söz öyrənmək mütləqdir. Məsələn, burada sifət və zərfləndir. Zamanlar mütləq düşəcək bir mövzudur. Məchul növ, daha sonra bağlayıcı, mübtəda xəbər uzlaşması, preposition, sual cümləsi və cümlə qurma, make-up sentence və cümlə tamamlama. Həmçinin bizim bir dənə də deməli, gördüyünüz üzrə bir yox, hətta iki dənə. Biri bu, biri bu. İki dənə də biz burada görürük leksik sual. Yəni bu 13 sualın ikisi deməli leksikdir. Digər qrammatika suallarının da ikisində mütləq tərcümə lazımdır. Minimum ikisində. Bir-bir izahlarına baxaq. Deməli, ilk sualda, 5-ci sualda, artikel sualında nəyə fikir vermək lazımdır? Biz bilməliyik ki, ideya sayıla bilən tək isimdir və gift, hədiyyə sayıla bilən tək isimdir. Və bilmək lazımdır ki, əgər bir isim sayılır və təkdədirsə, mütləq qarşısında artikel olmalıdır. Boş qala bilməz. Baxaq, D variantında boşluq görürəm. B variantında da boşluq görürəm. Bunlar yanlışdır. İndi baxaq. To be-dən sonra bəzi ekstremal hallar çıxmağına, yəni sifətin üstünlük dərəcəsi, sıra sayı və s. kimi hallar çıxmağına əsasən Z artiklı işlənmir. Biz demirik ki, I'm the teacher, deyirik I'm a teacher ya da I'm a student and basitindən də nümunə deyim. Yəni, burada it is the good idea deyə bilmərəm. It's a good idea. Deməli, burada E artiklı olmalı. Gəldik ikinci tərəfə. Əlbəttədir ki, yaxşı ideyadır bacıma doğum günü hədiyyəsi vermək. Doğum günü hədiyyəsi haqqında məlumat yoxdur. Burada hər hansı bir müəyyənlikdən söhbət gedə bilməz. Ona görə də Z artiklı qoymaq mənasızdır. Bir doğum günü hədiyyəsi vermək yaxşı ideyadır. Yəni, E-nin həm də mənası nədir? Bir mənasına gəlir. Deməli, burada E artiklı olacaq hər iki tərəfdə də. Çünki müəyyən bir situasiya yoxdur burada. Gəldik ikinci qrammatika sualımıza. Əvvəla of-u görürük və bilirik ki, törəməklə of işlənə bilməz. Every ilə of işlənə bilməz. İç ilə of işlənə bilər, every ilə yox. Və ikinci tərəfə baxdıqda no was late. No isimsiz işlənmir. No-nun yanında isim olmalıydı. Bu da səhvdir. İkinci tərəfdə bir no one görürük, bir də everybody görürük. Gecikdi. Heç kim gecikmədi, hər kəs gecikdi. İndi baxaq, luckily, yəni xoşbəxtlikdən deyir. Xoşbəxtlikdən bizim hər birimiz, burada artıq dəqiqik, ya hər birimizdir, ya da hamımız eyni mənaya gəlir. Hər birimiz, yəni qatara çata bildik və konferansa hər kəs gecikdi xoşbəxtlikdən. No, heç kim gecikmədi. Çünki hamımız qatara çatmışdıq, təyyarəyə çatmışdıq. Doğru variant olacaq B variantı.
Gəldik 7-ci sualı, qrammatikamızın 3-cü sualı. Burada bilməmiz lazım olan bir məsələ var. Bu da yenə tərcüməyə gedib çıxacaq. Çünki məsələn look həm baxmaq mənasındadır, həm də görünmək mənasındadır. Əgər məsələn look at someone, look at something, yəni kiməsə baxmaq, nəyəsə baxmaq deyiriksə, orada bir hərəkət, akt var və ona görə zərf işlətmək lazımdır. Amma mənim atam əsəbi görünür, o gözəl görünür. Buradakı look artıq linkingdir. Yəni orada hər hansı bir hərəkət yoxdur və o özünə sifət tələb eləyəcək. Mənim atam əsəbi görünür. Burada ly yaza bilmərəm. Yəni mənə lazımdır sifət. Onunla bağlı bir yol deyəcəm sizə. Ly-lara çıxaq. İkinci tərəfdə. Yəni deyir ki, qışqırdı hər kəsə. Artıq qışqırmaq burada bir akt var, hərəkət var. Yəni linking verb deyil. Ona görə biz burada sifət işlədə bilmərik, zərf işlətməliyik. Bunu mən sizə rahat bir yolunu deyim. Əslində yazılmış bir qanun deyil, sadəcə rahat tapmaq üçün bir trikdir deyək. Əgər gəlin burada elə bir düşünək ki, nöqtə var və look-u buradan götürürəm, yerinə was yazıram. To be ilə əvəz eləyirəm. My father was angry. Baxın, anormal bir görüntü olmadı. Çox doğrudur qrammatik cəhətdən. My father was angry. Əgər to be ilə əvəz eləyə biliriksə, deməli bu linking verbdir və bu zaman zərf yox, sifət işlətmək lazımdır. Gəlin amma ikinciyə baxaq. My father was at everyone. Görürsünüz, cümlə alınmır. Was orada yerinə qoyanda bir qeyri-adilik görünür, uyğun gəlmir qrammatik cəhətdən. Ona görə birinci tərəfdə linking olduğuna görə sifət tələb olunacaq. İkinci tərəfdə isə deməli hərəkət olan bir feildir, linking deyil, ona görə zərf olacaq. Qrammatikamızın 3-cü sualıdır. Və gəldik 4-cü suala, zamanlara. Zamanlar çox vacib mövzudur. Burada uzlaşmaya da fikir vermək lazımdır, bağlayıcıların uzlaşmasına xüsusilə. While arkan ərkən deməkdir. Özündən sonra past continuous tələb edir. Sən xaricə səyahət edərkən, yəni burada mütləq were traveling olmalıdır, mütləq. Ona görə B, D və Y-ni avtomatik çıxmalıyıq. Əlimizdə qalıb 2 variant, A və S. Bilməliyik ki, əgər biz sual və inkar cümləsi yaratmışıqsa, bu zaman did və ya didn't-dan istifadə etdiyimizə görə feilin sonundakı idi və ya qaydasız feilsə o kökdən dəyişib ki, o formada qala bilməz. Əvvəlki formasına qayıtmalı. Yəni bare infinitive birinci formasında olmalıdır. Məsələn, went əgər cümlədə did varsa olacaq go. Və ya elə buradakı both cümlədə did və ya didn't gəlibsə olacaq by. Və ya qaydalı bir feil deyək, played. Əgər biz orada did gətirmişiksə, oradakı id düşəcək, play olacaq. Burada da did varsa both yaza bilmərik. Birinci formasından qayıtmalıdır. Yəni əslində belə düşünün ki, buradakı idi keçir elə bunun üzərinə olur did. Birinci formasından qayıtmalıdır. Bu by olaraq qalacaq. Doğru variant olacaq A variantı. 9-cu sual, qrammatikamızın növbəti sualı 2, 4, 5-ci sualdır. Məchul növ. Məchul növ ümumiyyətlə dərslərdə, digər videolarda da qeyd etdiyimiz kimi, məchul növ geniş haşiyə bir mövzudur. Yəni, orada sizə düşə bilər məchuldakı cümləni seç, məchulda olmayan cümləni seç, hansı cümlə məchula çevrilə bilər, hansı cümlə məchula çevrilə bilməz, kimi cümlələr və ya bir cümlə verə bilər, deyə bilər ki, bu cümləni məchula çevir və ya deyə bilər ki, bu cümlənin məchul ekvivalentləri hansılardır. Ən qədər nümunə var məchulla bağlı. Burada isə məchula çevrilə biləni soruşur bizdən ki, hansı cümlə məchula çevirmək olar. Bunun üçün də ən yaxşı yol nədir? Cümlədə feil axtarmaq. Amma necə feil axtarmaq? Nəyi sualına cavab verən feil axtarmaq, yəni təsirli feil. Birincisi, elə ilk cümlədə present perfect continuous var. Gənclər, present perfect continuous feildən asılı olmayaraq daim edici zamanda görmür etdiyim testlərində. I've been playing with my sister. Mən bacımla günortadan bəri oynayıram. Burada birincisi nəyi sonuna cavab vermir? İkincisindəki present perfect continuous'da da indiki bitmiş daim edici zamanda. Ona görə biz onu bitmiş məchul növə sala bilmərik. Bir səhvdir. İkincisi, bu cümləni mən məchula salmağım üçün birincisi feil lazımdır bizə. Baxın, xəbər yox, bilirik Azərbaycan nədir. Xəbər iki cür ola bilər. Feili xəbər var, ismi xəbər var. Feili xəbər nədir? Mən oxuyuram. İsmi xəbər nədir? Mən müəlliməm. Burada çox yüksəkdir, təhlükəlidir. Burada ismi xəbərdir. İsmi xəbəri mən məchula çevirə bilmərəm. İki səhvdir. Üçüncü cümləyə baxdıqda isə müəllim məndən çoxlu çətin suallar soruşdu. Laf cümləni tərcümə edə bilmirəm ki, eləməli 11-ci sinif üçün çox asan cümlədir. Ask soruşdu nəyi? Deməli, ya da kimi
Burada artıq nəyi, kimi, haranı sualına cavab verirsə, bu zaman təsirli feildir və təsirli feillər məşğula çevrilə bilir və tamamlığı da var. 3. Dördüncüdə tələbələr yeni insanları yay düşərgəsinə dəvət etdi, yay kampına dəvət etdi. Dəvət etdi, invite, kimi, nəyi? Deməli, bu da məşğula çevrilə bilər. Tamamlığı var, təsirli feildir. Deməli, burada doğru variant olacaq 3 və 4, yəni C variantı. Gəldik növbəti deməli qrammatika sualımıza. Adı qrammatika deyən bağlayıcıdır, amma tərcümə eləməliyik. Mən konferansdakı nitq üçün hazır deyildim. Mən öncədən məlumatlanmışdım. Baxın, təzad var burada. Hazır deyildim, məlumatlandırılmışdım öncədən. Till qədər deməkdir. As və because ikisi də çünki deməkdir. Zaten bunları eyni anda görürsə, bunlar cavab olası deyil. Eyni mənaya gəlirlər. Therefore, ona görə də deməkdir. Cavab olacaq whereas, yəni halbuki. Baxın, təzad var. Mən konferansdakı nitqə hazır deyildim. Halbuki öncədən məlumatlandırılmışdım. Deməli, doğru olacaq Y variantı. 11-ci sualda isə biz görürük mübtəda xəbər uzlaşması. Bunu hardan biləcəyik ki, yəni bu testlə ilə bağlıdır. 4 cümlədə də to be görürəm və oflar var. Ofdan əvvələ baxmalıyam, sonra baxmalıyam. Bu tip nüanslar var. İndi baxaq. Ofdan əvvələ baxırıq ki, ölkənin sərhədləri, yəni borders cəmdədir, ar olmalıdır, ciddi qorunur. Bu doğru. İndi bura baxıram, ofdan əvvələ baxıram. Full əlbəttə ki, sifətdir. Mən fulla baxa bilmərəm. Xəbər isim mübtəda ilə uzlaşmalıdır. Basket bir səbət dolusu almalar. Burada ofdan əvvələ baxıram ki, səbət sözü təkdədir. Və boz olmağı da çox doğrudur. İkini də götürürəm. Deməli, marketdə satıldı. Üçüncüdə isə bədbəxtlikdən bütün məhsullar keyfiyyətcə aşağı idi. Deməli, burada products cəmdə olduğuna görə was yox, were olmalıdır. Səhvdir. Dördüncüsündə isə bu nömrə ilə başlayan bank hesabları doğru deyil. Deməli, burada əlbəttə söhbət nədən gedəcək? Bu nömrə ilə başlayan nə bank hesabları, accounts cəmdə olduğuna görə is yox, are istifadə etməliyik. Doğru variant olacaq 1 və 2, yəni C variantı. 12-ci sualda prepositionla bağlı sualdır. Çox bəsit. Depend ondan işlənir. Həmişə tələbələr deyirlər ki, depend on düşərmi qəbula. Amma dilə düşüb amma. Və harda day gördüksə, əgər situasiya, zaman uyğundursa, on yazacağıq. Holiday, birthday, elə burada sunny day, rainy day və s. Deməli, burada day varsa yenə on olacaq. Və ifadədir. Nəqliyyat vasitəsindən gedirəmsə, by, yox, piyada gedirəmsə, on. On foot. Üçü də 10 olan C variantıdır. Gəldik digər 13-cü suala. 13-cü sual digərləri içərisində çətinlik dərəcəsi biraz daha yuxarı sualdır. Ümumiyyətlə, hər zaman yadda saxlamalıyıq ki, bütün suallar asan ola bilməz, bütün suallar çətin ola bilməz, bütün suallar orta ola bilməz. Hər birinin özünə məxsus çətinlik dərəcəsi olmalıdır. Ən qədər sual asan olur, əlbəttə hamısı asan ola bilməz. Ən qədəri çox az bir hissəsi çətin olur və əksəriyyət hissəsi isə orta səviyyəli, orta çətinlikdə suallar olur. Bu sual, bu modelin çətin sualıdır deyək. Deməli, sual cümləsidir. Bilirik ki, sual cümləsində sıra necə olmalıdır? Sual sözü, köməkçi feil, mübtəda, əsas feil. Bu şəkildə getməlidir. Söhbət special question-dan, xüsusi sual cümləsindən gedir. Və bir məsələ var. Diddirsə, niyə burada həd yazırıq ki? Həd olmaz. Ümumiyyətlə, gəlin belə bir şey dəqiqləşdirək. Biz nə zaman sualda həddən istifadə edirik? Yəni, həd orada sual sözündən sonra gəlir. Əgər V3 varsa, yəni bitmiş zamandırsa, participle to varsa, mən görürəm ki, həddən sonra V3 var. Taken. Onda mən 7 yazmışam ki, elə hədin özünü istifadə etməliydim də. Hədin yanında V3 varsa, deməli, bu, yəni participle to varsa, verb 3 varsa, bu bitmiş zamandır və bitmiş zamanda sualı özü ilə olmalıdır. Burada da yenə have taken-ı görürəm. Onda niyə did yazmışıq? Have olmalıydı. Baxın, bu hissə çox okeydir. Taken. Üçüncü formadır. Demək ki, hədin özünə verəcəm sual. Bu doğru. Sonra burada da baxın, bu hissəsi də doğrudur. Amma bax, bu səhvdir. 2 dəfə had yazıbdır. Had taken, burada da hadn't. No, bir dənə olmalıydı. Gəldi indi C-lə deyəm. Deyir ki, sən niyə məsuliyyət götürmürsən? Etdiyin yanlış hərəkətlərlə bağlı. Burada
Sənin etdiyin, sən etdiyin nəqli cümlədir. Nəqli cümlədə birinci nə gəlməlidir? Əlbəttə, gedirəm, mən məktəb demirik ki, mən məktəbə gedirəm. Mən gedirəm. Mübtəda, xəbər. Birinci mübtəda gəlməlidir. Did you yox. Mübtəda, xəbər. Cavab D variantıdır. Bu tələbələri çox çaşdırır C variantında. Nəzərə alın ki, bu sizin sual cümlənizdəki köməkçi feil deyil. Sual cümləmizin köməkçi feili bax budur. Sual sözü köməkçi feil, mübtəda, burada deyək də, əsas feil. Sual sözü köməkçi feil, mübtəda, əsas feil. Bu you did, sənin etdiyin. Sadəcə nəqli cümlədir. Yəni, belə deyək, budaq cümlədir. Baş cümlə və budaq cümlə. Təyin budaq cümləsi. Doğru variant olacaq D variantı. Gəldik 14-cü suala, cümlə qurma. Birinci başlayacağıq birlə, stadium, bir. Doludur, was full of, nəylə doludur? Azarkeşlərlə dolu idi. Stadion azarkeşlərlə dolu idi. Nə zaman doluydu? Dünən. 2, 4, 5, 3, Y variantı. Dünən stadion azarkeşlərlə dolu idi. Üçü əvvələ ata bilərdimi? Ata bilərdi. Amma belə bir variant qoyubmu? Əsla qoya bilməz. O zaman ulduzlu sual çıxar. Yəni, biz zamanı əvvəldə də görə bilirik. Amma yəni, doğru və ya 99 vasitələrdə sonda görürük swap qaydasına əsasən. Amma belə əvvəldə də görə bilərik. Topluda vasitələrdə. Complete sentence deyirsə cümlə tamamlamada bu nədir? İki dənə cümləni birləşdirir də. Bir cümlə, iki cümlə. Cümlə nə ilə başlayır? Mübtəda, Jeremy, xəbər. O biri cümlədə nə olmalıdır? Mübtəda, xəbər. İki dənə cümləni birləşdirir. Birləşdirəndə nə ilə birləşdirəcək? Bağlayıcı ilə. Baxaq. Ask elə bir feildir ki, dörd feildən biri əsasən imtahana düşən. Ask zətlə işlənməyəcək. Zət olan variantı çıxıram. Bağlayıcı hamısında var. If, what time, when və s. İndi bağlayıcıdan sonra da bizə mübtəda lazımdır axı. What time? Hanı mübtəda yoxdur. If, hanı mübtəda yoxdur. Çıxırıq. C variantının iki səhvi var. Birinci səhvimiz odur ki, baş cümlə keçmişdədir, budaq cümlə indiki zamandadır. Bu bir. İkincisi, lab zaman uzlaşmasını qoyuruq qırağa, keçmiş söhbətini qoyuruq qırağa. When-dən və what time-dan sonra əsla bitmiş zaman gəlmir heç bir testdə. Bu səhvdir, when-dən sonra bitmiş zaman yazmağımız. Amma aya baxaq, baxın, keçmiş, okeydir. Sonra bağlayıcı, mübtəda və xəbər. Bu da okeydir. Deməli, doğru variant olacaq A variantı. Gəldik 16-cı suala. Bilirik ki, crucial vacib deməkdir. Yəni, extremely important. Son dərəcə vacib. Moist nəm deməkdir. Slightly wet. Wet də həmçinin nəm deməkdir, rütubətli. Fabulous isə əfsanəvi deməkdir. Yəni, möhtəşəm, çox yaxşı mənasında. O da olacaq extremely good A variantı. B, C, A. D variantı olacaq doğru cavab. Daha sonra qrammatika və leksik bazanı əhatə edən sualların sonuncusuna gəlirik. Bən qadağan etməkdir. Şəhər, deməli, bütün ictimai binalarda siqaret çəkməyə qadağan edib. A variantı söz vermək, D variantı sorğu-sual vermək, Y variantı accept qəbul etmək, allow isə icazə verməkdir. Amma prohibit, ban, forbid isə qadağan etməkdir. Deməli, doğru variant olacaq B variantı. Gəlir readingə, yəni oxu deməli materiallarına. Artıq əvvəlki illərdən fərqli olaraq, yəni 2019-dan bəri öyrəşdiyimiz modeldən fərqli olaraq bu ildən etibarən 2 dənə reading görəcəksiniz. 2 reading olacaq. Birinci reading nisbətən daha asan olacaq. Həm söz sayında azlıq var, həm çətinlik olaraq nisbətən daha rahatdır, həm də bu biraz daha ümumi mövzuda olacaq. Sizin dünya görüşünüzü daha səyahətlə bağlı ola bilər, sağlam qidalanma ilə bağlı ola bilər. Yəni daha rahat mövzudur. Daha ümumi bir mövzudur. Və ikinci mətn isə daha nisbətən birinci mətnə nisbətən həm söz sayı çox olacaq, həm nisbətən cümlələrdəki yeni sözlərin işlənməsi, tezliyi, çətinliyi və daha konkret bir mövzu, konkret bir şeydən bəhs edəcək. Bayaqki kimi ümumi bir traveldan yoxdur. Məsələn, burada teaching, deməli, yataqxanasından danışır. İndi başlayaq birinci mətnin izahına. Yenə birinci sualımız bu olacaq. Mətn nə haqqında danışır? Mətnin ilk cümləsinə baxanda görürük ki, travel
Səyahət etmək həm neqativ, həm də müsbət cəhətləri olan əyləndirici bir aktivitedir. Baxırıq. Mətn yeni bacarıqlara sahiblənməkdən danışmır. Mental inkişafın yolları heç deyil. Ə, Həşəratların təhlükəsi. Okay, bunlar haqqında danışmış ola bilər, amma full bütün mətn mainly about əsasən bundan danışmır. Gəldik Y-yə, Y də səhvdir. Ölkə daxili konfliktlər. Amma C-yə baxaq. Səyahət və onun təsirləri. Deməli, doğru variant olacaq C variantı. Gördüyümüz üzrə mətn səyahətdən danışır. 19-cu sualda, mətnimizin ikinci sualında hansı təsirləri var turizmin ölkəmizə? Baxaq. Deyir ki, çoxlu turistlər tərəfindən səyahət olunan yerlər suffer from, əziyyət çəkir. Nədən? Increased waste, artmış tullantıdan, and pollution, çirklənmədən. Çirklənmədən əziyyət çəkir. Çirklənmənin leveli artıb, düzdür. Ətraf mühit əziyyət çəkir, yəni zərər, deməli, əziyyət çəkir burada. Şu dəqiqə. Mhm. Okey, burada görürük suffer from. Yəni eyni cümləyə fokuslansaq, yenə cavab orada çıxır. Digərlərinin niyə səhv olduğuna baxaq. 1-2-ni götürük, 3-ə baxaq. Konfliktlər bölgələrdə dayanıb. Amma burada deyir ki, ignite, yəni alışdı, alışıb, alovlanır, çoxalır mənasında. 3 səhvdir. Dördüncüdə isə ərzaqla bağlı xəstəliklər decrease azalıb. Xeyr, azalmamışdır. Potensial sağlamlıq riskləri var deyir. Hansı ki, qida ilə bağlı xəstəliklər. Burada biz deyə bilmərik ki, azalıbdır. Bu səhvdir. Doğru cavab olacaq 1, 2, C variantı. 20-ci sualda yeni yerlərlə tanış olaraq sən bacarıqlar əldə edə bilərsən. Nə kimi bacarıqlar? Baxaq. Baxın. Burada bizə qeyd edilir. Necə bacarıqlar? Help you gain. Əldə edə bilərsən bəzi bacarıqlar. Yeni bacarıqlar. Problem həll etmə və kommunikasiya bacarıqlarını inkişaf etdirmək. Problem həll etmək, kommunikasiya bacarıqları. İkisini axtarırıq. Problemlərin overcome öhdəsindən gəlmək. Yeni peşə tapmaq, deməli, və kommunikasiya. Yeni peşəni görmədik biz orada. Və ya yeni yerlərə adaptasiya ola bilmək. Kommunikasiya gördük, bir də deməli problemləri həll eləmək gördük. 1 və 3 D variantı. Birinci mətnin son sualına baxırıq. Səyahət etmək stresi azaldır. Mental inkişafa səbəb olur. Stresi azaldır. Baxaq. Deməli, burada biz onunla bağlı görə bilərik. Baxın. Reduce stress. Baxın, improve mental health. Mental sağlamlığı inkişaf elədirir, stresi azaldır. Bu truedur. Səyahət severlərin karyera şansları əldə etmə, karyera fürsətləri əldə etmə kimi şansları yoxdur. Karyera fürsətləri əldə etmə şansları yoxdur. Yox, mətndə biz görürük. Travel, səyahət bəzən aparır bizi nəyə? Karyera imkanlarına. Bu düz. Burada isə yazı bizə hani bir şans yoxdur. Bu səhvdir. Başqa bir ölkədə olmaq qarşısını alır insanın şəxsi inkişafının. Xeyr, biz orada bayağı gördük. Bu hissədə bizə deyilir. Şəxsi inkişafdan danışır. Deməli, mental inkişaf, karyera fürsətləri, sonra əvvəlki cümlədə də bizə qeyd eləyir. Bəli, personal growth, baxın bu hissədə deyir. Deyir ki, yeni yerlərlə tanış olmaq şəxsi inkişafa aparır. Deməli, burada bu doğrudur, truedur. Dördüncüsündə isə tanış olmayan situasiyalar səyahəti əyləndirici bir aktivitə halına çevirir. Tanış olmayan situasiyalar. Aha. Deməli, tanış olmayan situasiya sözünü biz harda görə bilərik? Baxın burada. Deyir ki, mental stresli oluruq nə zaman ki, gecikmələr olur, crowd izdihamlar olur və tanış olmayan situasiyalar olur. Yəni, tanış olmayan situasiyalar müsbət fayda vermir bizə. Əslində stresi salır. Deməli, burada bizə nə deyirdi? Əyləncəli hala salır. Xeyr, false olacaq. Gəldik sonuncu mətnimizə, sonuncu 4 suala. Bu mətndə gördüyünüz kimi daha konkret mövzudur.
Başlayaq ilk sualdan. İlk sualda bizə deyir ki, mətn nə haqqındadır? İlk cümləyə baxaq. Dünya ətrafında tələbələr çoxlu müxtəlif yataqxanalarda yaşayırlar, amma onlardan biri ən maraqlısı Teachen yataqxanasıdır ki, Kopenhagendə, Danimarkadadır. Bir yataqxanadan danışacaq. Yataqxanalardakı həyatdan yox, yataqxananın özündə ənənəvi evlər, eco-friendly evlər, binalar yəni. Sonra maraqlı bir bina, biz buna dedik yataqxana kimi yanaşacağıq. Baxın, dünyadakı ən gözəl yataqxana. Eyni mənaya gəlir çıxır. Doğru olacaq B. 23-də yataqxananın dairəvi dizaynı mənası nədir? Onun dairəvi forması simvolizə edir bərabərliyi və birliyi. O dizayn olunubdur uşaqları, yəni tələbələri bir-birləri ilə connect əlaqədə saxlamaq və təbiətlə əlaqədə saxlamaq. Deməli, niyə görə bu yataqxanada deməli dairəvi dizayn var idi? Burada nə deyir? Yuxarıdan daha rahat görmək üçün yox. Günəş işıqlarını bərabər içəri salması üçün yox. Tələbələr üçün daha çox əlçatanlı mərkəzi isə heç əlaqəsi yoxdur. D variantında Danimarkanın müasir arxitekturasını göstərmək xeyr, əsla deyil. Y variantı doğrudur. Tələbələrin bir-biri ilə link əlaqələndirir və ətraf mühitlə. Eyni cümləyə bir dənə baxaq. Deməli, link, connect sinonimdir. Nature, təbiətə yönləndirir, bir-birlərinə yönləndirir. Environment burada da qeyd edilibdir. Gəldik 24-cü suala. Yataqxana hər tələbənin nə ilə təmin edir? Bu birazca düşündürücü sualdır. Niyə? Burada siz bunların hamısını adan görürsünüz, amma gəlin baxaq. Baxın, bizdən soruşduğu odur. Share bölüşməkdir. Bölüşülmüş yataq, vanna otağı. Sonra ümumi camaşırxana, yəni bölüşülmüş camaşırxana. Deməli, bunların ikisi bölüşülmüşdür, ortaq deyil, deməli, özəl deyil. Baxın, burada yazıbdır ki, özəl otağı var. Bəli, separate, ayrıca otaq var. İkini götürürəm. Özəl, yəni ayrıca mətbəxi var. Baxaq. Amma burada nə deyir? Deyir ki, share kitchen. Onlar mətbəxi bölüşürlər. Amma burada yazıb ki, özəldir. Bu səhvdir. Birincidə, yəni burada yazıb ki, vanna otağını bölüşürlər. Baxaq. Vanna otağını bölüşürlər. Axı burada deyir ki, burada yazı bölüşürlər vanna otağını. Burada bizə nə deyir? Deyir ki, bathroom özəldir, öz otaqları var vanna otağı ilə bir yerdə. Bu səhvdir, bir ola bilməz. Üç ola bilməz. Bir də deməli, dördə baxaq. İnternet bağlantısı varmı? Baxaq, var internet. Və beşincidə ümumi camaşırxana. Baxın, laundry. Laundryləri share, bölüşürlər, ortaqdır. 2, 4, 5, yəni B variantı. Və 25-ci, yəni son sualda eco-friendly materiallar binanı zədə almağını asanlaşdırır. Amma burada deyir sustainable-dır. Baxın, eco-friendly materials make the building not only beautiful but also sustainable. Yəni nəinki gözəl, həm də sustainable, dözümlü eləyir. Bu səhvdir. Yataqxana qəbul edir beynəlxalq mükafatları. Baxın, International Award qəbul edib, bəli, beynəlxalq mükafatlar alıb. Bu olacaq true. Üçüncüsündə tələbələrin yataqxanalarda yaşayarkən bir-birlərindən öyrənmə şansları var, əlbəttə. Sharing, bölüşürlər experience təcrübələrini və learn informations, başqalarından da nəsə öyrənirlər. Deməli, burada tələbələrin orada yaşayarkən nəsə öyrənmə şansı var, truedur. Və yataqxana məşhurdur öz gözəl yumru formasına görə. Baxaq. Aha, famous for its unique round design. Deməli, öz dairəvi yumru dizaynına görə unikaldır, məşhurdur. Unikal dizaynına görə məşhurdur. Deməli, burada da bizə nə deyir tam olaraq? Bəli, məşhurdur. Bu da true olacaq. Deməli, biz 25 suala baxdıq 2027-ci il modeli ilə bağlı. Növbəti ikinci hissədə isə deməli, yazıdan danışacaq yazı bloku üzrə ki, necə yazsaq yaxşı bal ala bilərik və necə yazmamalıyıq. Bu qədər 25 sualdan. Ümid edirəm faydalı oldu sizə.